Azərbaycanla Ermənistan arasında tarixi sülh müqaviləsinin müzakirələrinin davam etdiyi zamanda Qərbi Azərbaycanlıların ata-baba torpaqlarına geri qayıtmasının təmini də aktualdır. Sülh, etimad və etibar üzərində qurulan bir prosesdir. İki ölkə liderinin son dövrlərdə sıx təmasları, keçirilən təkbətək və geniş tərkibli görüşlər onu deməyə əsas verir ki, sülh gündəliyi çərçivəsində müzakirə olunan məsələlər də dərinləşir. Davam edən müsbət dinamika Qərbi Azərbaycanlıların əzəli torpaqlarına qayıdışını da sürətləndirir. Qərbi Azərbaycanlıların öz tarix torpaqlarından etnik təmizləmə siyasətinə məruz qalmaları Qarabağ ətrafında baş verən hadisələrlə əlaqədarıdır. Bugün artıq belə bir problem yoxdur. Ermənistan etiraf edir ki, artıq belə bir problem yoxdur. Azərbaycan sübut edibdir ki, belə bir problem yoxdur. Əgər problem yoxdursa, demək nəyə görə o problem ətrafında yaranmış hadisələrdən zərər çəkmiş insanlar öz hüquqlarını bərpa etməməlidirlər. Mən düşünürəm ki, bax bu Azərbaycan dövlətinin dəstəyi ilə və Azərbaycan prezidentinin səsləndirdiyi fikirlərlə həmahəngdir bu hadisə, bu fakt və bu Qərbi Azərbaycanlıların öz torpaqlarına qayıtmasıyla bağlı yeni ümidlər yaradır. Qərbi Azərbaycana qayıdış artıq emosional çağırış yox, elmi, tarixi cəhətdən əsaslandırılan, beynəlxalq hüquq çərçivəsində legitimləşdirilən, siyasi institusionallaşdırılan konsepsiyadır. Beynəlxalq hüquqda, yəni Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, mülki siyasi hüquqlar haqqında paktda, eləcə də qaçqınların statusu haqqında konvensiyada insanların yəni geri qayıtma hüququ təsbit edilmişdir və cənab prezident də bunun tankla deyil, avtomobillə geri qayıdacağımızı göstərir. Yəni özünün sülh yaratma strategiyasına sadiqliyini bir daha bəyan eləyir. Qərbi Azərbaycan icması tərəfindən hazırlanan konsepsiyaya əsasən qayıdış prosesinin beynəlxalq sülh missiyası çərçivəsində maneəsiz və təhlükəsiz şəkildə həyata keçirilməsi tələb olunur. Yəni dinc yolla. Onların pozulan hüquqlarının bərpası və tələblərinin yerinə yetirilməsi regionda uzun müddətli sabitlik və inkişafa da mühüm töhfə verəcək. Sabir Bilalov, Nuran Ələkbərli, ASTV xəbər.